Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm üzünü ətrafdakı sahabələrinə tutaraq belə bir sual verdi. Əgər desəm ki, ömrünüzə 1 saat qalıb, nə edərsiniz? Bunu eşidən səhabələrin bir qismi dedi, Ya Rəsulallah, yarımçıq qalmış işlərimi qaydasına salaram. Digər qism dedi, Ya Rəsulallah, haqqı boynumda olanlardan halallıq alaram. Başqa bir qism isə, Ya Rəsulallah, borclarımı əda edərəm, dedi. Sualın cavabında hər kəs öz yarımçıq işlərini dilə gətirdi. Əziz Peyğəmbərimiz cavabları eşitdikdən sonra çox heyrətli və düşündürücü bir halda soruşdu. Bəs sizlərə kim deyib ki, ömrünüzə 1 saat qalmayıb? İmam Əli əleyhissalam buyurmuşdur. Dünya 3 gündən ibarətdir. 1. Dünən ötüb keçib. 2. Sabah ona ümid yoxdur. 3. Bu gün nə etdinsə, məhz elə bu gün gərək edəsən.